Əslən Amasya rayonunun Ağbaba mahalının Balıqlı kəndindən olan Gökmen Dursun 25 sentyabr 1983-cü ildə Ardahan vilayətinin Çıldır rayonuna bağlı Doğruyol kəndində anadan olub. Şeirlərində Gökmen Dursunoğlu və ya Dursunoğlu təxəllüsündən istifadə edən Aşıq evlidir və iki övladı var. Orta təhsilini doğulduğu kənddə alan sənətkar hazırda da həmin kənddə yaşayır və həyatını burada davam etdirir. Gökmen Dursun gündəlik həyatında əsasən heyvandarlıq və əkinçiliklə məşğul olur. Bununla yanaşı, o, qədim aşıq sənətini yaşadan sənətkarlardan biri kimi fəaliyyət göstərir. Müxtəlif şəhərlərdə keçirilən həmyerli dərnəkləri, bayram tədbirləri, toy və məclislərə qatılaraq saz-söz sənətini təqdim edir və bu fəaliyyət onun dolanışığına da mühüm töhfə verir. Uşaqlıq illərindən etibarən aşıq sənətinə böyük maraq göstərən Gökmen Dursun həm öz kəndində, həm də ətraf kəndlərdə yaşayan aşıqları dinləyərək bu sənətə bağlanıb. Onun sənət yolunda ilk və ən böyük təsir edən şəxs əmisi, ustadı olan Aşıq Taceddin Dursun olub. Gökmen Dursun aşıqlıq sənətinin əsas qaydalarını və ifa üslubunu məhz ustadının yanında öyrənərək şagirdlik dövrünü tamamlayıb. Aşığın yaradıcılığında bölgənin tanınmış sənətkarlarının da böyük rolu var, xüsusilə öz kəndlisi olan Aşıq Sabri Şimşekoğlu'nun ifa tərzi ona güclü təsir göstərib. Bununla yanaşı, Gökmen Dursun aşıq sənətinin görkəmli nümayəndələri olan Aşıq Murad Çobanoğlu və Aşıq Şeref Taşlova kimi ustadların yaradıcılığından da bəhrələnib. Bu ənənə və ustad-şagird xətti onun Aşıq Şenlik məktəbinə bağlı bir aşıq kimi formalaşdığını göstərir. Gökmen Dursun adətən ustad aşıqların şeirlərini və sözlərini söyləsə də, öz şeirlərini də yazır. Onun yaradıcılığında təbiət, vətən sevgisi, məhəbbət və insanlıq mövzuları geniş yer tutur. Aşığın bu günə qədər 50-yə yaxın şeiri olduğu bildirilir. Sosial və mədəni tədbirlərdə fəal iştirak edən sənətkar müxtəlif bələdiyyələr, universitetlər və vətəndaş cəmiyyəti təşkilatlarının proqramlarına dəvət olunur. Bu tədbirlər çərçivəsində o, saz-söz sənətini yaşatmaqla yanaşı, milli mədəni irsin qorunmasına da töhfə verir. Gökmen Dursunun fəaliyyətinə görə 30-dan artıq iştirak, təşəkkür və təqdirnamə ilə təltif olunduğu qeyd olunur. Beləliklə, həm gündəlik həyatında zəhmətkeş kəndli, həm də saz-söz ənənəsini yaşadan sənətkar kimi tanınan Gökmen Dursun bölgənin aşıq mədəniyyətini yaşadan və gələcək nəsillərə ötürən sənətkarlardan biri hesab olunur. Elədən ağlarsa yana yana düşübsən telaşa dünya Pərvanəsən dönə dönə neydəm uyursan güneşə dünya Pərvanəsən dönə dönə